Salam, hörmətli izləyicilər. Xoş gördük hər birinizi. Necəsiz? Bugünkü dərsimizdə sizlər üçün Böyük Monqol dövləti haqqında məlumat verəcəm. Dərsimizə keçid. İlk öncə vurğulamaq istəyirəm ki, Böyük Monqol dövləti hələ yaranmamışdan öncə Monqol tayfaları Mərkəzi Asiya bölgəsində Altay dağlarının qərb ətəklərində yaşayırdılar və onlar burada illər öncə mövcud olmuş Jujanların varisi hesab olunurdular və biz Jujanlar haqqında hələ Göytürk dövlətinə keçərkən məlumat almışdıq ki, hansı ki Jujanların varlığına son qoymuşdur Göytürklər və öz dövlətlərini yaratmağa nail olmuşdular. Və bu Monqollar burada Altay dağlarının qərb ətəklərində yaşamalarına baxmayaraq daha sonraki zamanlarda daha geniş ərazilərə yayılmağa bacara bilmişdilər. Belə bir rəvayət qeyd olunur ki, illər öncə Göy qurtla Ağ maraldan törəyən bir nəsildə 24-cü nəsil artıq gəlib çatanda 24-cü nəsildə bir oğlan uşağı dünyaya gəlir və bu oğlan uşağının adını Temuçin qoyurlar. Temuçin daha sonraki dövrdə dünya üzərində böyük bir imperiya yaratmağı bacaran bir şəxsə çevrilir. Ümumiyyətlə bu Temuçindən əlavə vurğulamaq istədiyim məqam budur ki, Monqollar özləri Jujanların varisi hesab olunur. Yəni təxminən deyə bilərik ki, biz Jujanlar çünki avarlardır və türk mənşəli bir xalq idi. Bir qədər türklərlə etnik baxımdan yaxın olduqlarını söyləyə bilərik. Onlarda əsasən Monqolların yaşadığı ərazilər Mərkəzi Asiya çölləri əkinçilik üçün əlverişli olmadığı üçün onlar ovçuluqla və köçəri maldarlıqla məşğul olurdular və onların özündə 12-ci əsr dövründə artıq qəbilə münasibətləri dağıldı. Deməli, Monqollar ibtidai icma quruluşuna çox gec bir zamanda son qoyublar 12-ci əsrdə və birbaşa ibtidai icma quruluşundan feodalizm münasibətlərinə keçid alıblar. Dünya üzərində ümumiyyətlə birinci dənə dövlətlər, xalqlar, tayfalar var ki, onlardan biri də Monqollardır ki, onlar birbaşa ibtidai icma quruluşundan feodalizmə keçid alırlar. Buradakı feodal münasibətləri köçmə xarakteri daşıyırdı. Çünki onlar ovçuluq və köçəri maldarlıqla məşğul olduğu üçün biz belə söyləyirik. Burada yavaş-yavaş artıq bu digər güclü tayfalar, yəni artıq daha da varlanmağa başladılar və onlar özləri üçün hərbi təşkilat olan ordular yaratmağa başladılar. Orduların başında bahadırlar və noyonlar dururdu. Bunlar da Böyük xan tərəfindən seçilirdi. Bunlar hamısı müəyyən bir hərbi təşkilat, bir titul adlanırdı ki, hələ Böyük Monqol dövlətində dövlət yaranmamışdan öncə tayfalar idi, birliklər idi. Yəni bu cür fikirləri ifadə etmək üçün qeyd olunan məqamlardır. İndi keçid almaq istəyirəm Monqollarda əsas nümayəndə Temuçin haqqında. Temuçin özü Kiyat qəbiləsinin nümayəndəsi olunmuşdur. Daha sonra atası Yesugay adlı şəxs Tatarlar tərəfindən zəhərlənərək öldürülür. Baxın, yenidən vurğulayıram. Temuçin, biraz adlarımız qarışıqdır, anlayıram, amma dəfələrcə dedikcə yadımıza qalacaq artıq. Temuçin Kiyat qəbiləsinin nümayəndəsi idi. Atası Yesugay adlı şəxs idi. Bu Yesugay Tatarlar tərəfindən zəhərləndirilib öldürülür və öldürüləndən sonra onun başçılıq etdiyi o qəbilələr, tayfalar Temuçinə tabi olur. Lakin zaman elə gətirir ki, artıq bu tayfalar, bu qəbilələr Temuçinə tabi olmaqdan boyun qaçırırlar. Ona tabi olmaq istəmirlər və onun asılılığından çıxırlar. Çünki Temuçin 12 yaşlı bir uşaq idi və ona tabi olmaq istəmirdilər. Temuçin daha sonra bu ərazilərdə anası ilə birlikdə ovçuluq, balıqçılıq etməklə öz həyat şəraitini davam elətdirir. Lakin müəyyən zaman sonra bu Temuçinin və atasının düşməni olan Targutay adlı şəxs tərəfindən Temuçin həbsə alınır. Targutay tərəfindən, Targutay düşməndir. Lakin yaxın bir tayfa olan Sulduz qəbiləsinin, Sulduz tayfasının köməyi ilə Temuçin həbsdən qurtulur. Həbsdən çıxdıqdan sonra Temuçin öz ətrafında olan Nayman, Kerait, Merkit tayfalarına özünə tabi edir və ona qarşı çıxan öz dostu Cavluqanı məğlub edir. Baxın, yenidən vurğulayıram mən burada. Temuçin Kiyat qəbiləsinin nümayəndəsidir. Daha sonra atası Yesugaydır. Yesugay Tatarlar tərəfindən zəhərləndirilib öldürüldükdən sonra burada Temuçin artıq təkcə qalır anasına. Temuçini həbsə alan Targutay adlı şəxsdir, bu onun düşmənidir. Targutayın həbsə alınmasından sonra Temuçin Sulduz qəbiləsinin nümayəndələri tərəfindən həbsdən qurtulur.
Qurtulduqdan sonra Naiman, Kərayit, Merkid tayfalarını özünə tabe edir və Teymurçinin özünə qarşı çıxan yaxın dostu Caluqanı məğlub edərək artıq dövlət yaratmağa bacaracaq. Nə zaman? 1206-cı ildə. 1206-cı ildə Onon çayı sahilində qurultay keçirilir. Onun qurultayı Monqolların tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Çünki bu qurultayda şaman olan Tengri adlı bir şəxs tərəfindən Teymurçin Çingiz xan adlandırılır və dünyanın hökmdarı, Böyük Monqol dövlətinin hökmdarı adlandırılır. Bununla da artıq Böyük Monqol dövlətinin əsası qoyulmuş olur Çingiz xan tərəfindən. Dövlətin paytaxtı Qaraqorun şəhəri seçilir və Çingiz xan hakimiyyət illəri 1206-cı ildən 1227-ci ilə qədərki dövrü əhatə edir. Hakimiyyət dövründə hərbi islahat keçirdi, Hun ənənəsini davam elətdirdi, öz ordusunu onluq, yüzlük, minliklərə böldü və bu prinsipə əsaslanaraq o tayfa yığılması prinsipində, deməli, tayfa müxtəlifliyi prinsipindən artıq istifadə etməyə başladı və qeyri-nizami qoşundan daimi nizami qoşuna keçirildi. Eyni zamanda onun hərbi islahatına əsasən Böyük Monqol dövlətində ərazilər əskərlər yığıb verirdilər. Hər bir ərazi verdiyi əskər sayına uyğun onluqlara, yüzlüklərə, minliklərə və tümənlərə bölündü. Və bu orduların da, bu hərbi islahata əsasən yeni yaradılmış orduların da başçılarına buna uyğun titullar verildi. Yəni onbaşı, yüzbaşı, minbaşı rütbələri, titulları verilmiş oldu. Yəni nə deyirəm, ərazilərin verdiyi əskər sayına uyğun olaraq ordular belə adlanırdı. Sonra Çingiz xanın dövründə Böyük Yasa adlanan Qanunlar Məcəlləsi yığıldı, toplandı, bir araya gətirildi, yaradıldı. Böyük Yasa Böyük Monqol dövlətinin Qanunlar Məcəlləsi hesab olunurdu. Böyük Yasada yarlıqlar, yasaqlar, Çingiz xan nəsihətləri yer alırdı. Yəni əmrlərdir, qanunlardır və Çingiz xan nəsihətləri öz yerinə alırdı. Böyük Yasaya hər bir kəs tabi olmalıydı. Ona tabi olmayanlar ölümə cəzalandırılırdı. Hər bir kəs Böyük Yasaya əsasən, yəni burada oraya tabi edilməliydi və bütün tabi edilmiş torpaqlar, xalqlar hamısı hökmdar nəslinin mülkiyyəti sayılırdı. Hər kəs Böyük Yasaya sözsüz əməl etməli idi. Daha sonra burada Böyük Yasaya əsasən dövlətin ərazisi uluslara bölünürdü ki, Çingiz xan öz dövlətin ərazisini inzibati bölgü baxımından uluslara bölmüşdür. Bu da gələcəkdə onun ölümündən sonra baş verə biləcək çəkişmələrin qarşısını almaq məqsədi güdürdü. Belə ki, o Çingiz xan belə deyim, yaşadığı dövr ərzində onun etdiyi səhvi buydu ki, o hələ öz sağlığında əraziləri öz oğulları arasında bölüşdürmüşdü. Düşünürdü ki, onun ölümündən sonra ərazi mübahisələri baş verməyəcək. Amma əslində bu onun böyük bir səhvi idi. Çünki öləndən sonra da yəni ərazi mübahisələri davam etməkdə, yəni davam edirdi. Və uluslara bölünmədən əlavə Böyük Monqol dövlətində vurğulamaq istədiyim məqam budur ki, tezdə sual düşür ki, Böyük Monqol dövlətinin əsası nə təşkil edirdi? Əsas zərbə qüvvəsi nə təşkil edirdi? Nizə ilə silahlanmış çevik süvari dəstələr, yəni çevik atlı dəstələr, deməli, burada Böyük Monqol dövlətinin əsas zərbə qüvvəsini təşkil edirdi. Çingiz xan öz hakimiyyət dövründə hər hansısa bir əraziyə müharibə etməmişdən öncə ilk öncə buraya ticarət karvanları göndərirdi və ticarət karvanları vasitəsilə həmin ərazi haqqında dəqiq kəşfiyyat məlumatları toplanırdı. Həmin ərazinin topografik baxımdan, eyni zamandan deməli zəif cəhətləri, üstün cəhətləri baxımından məlumatlar toplanırdı. Bu məlumatlar toplandıqdan sonra Çingiz xan ordularla birlikdə həmin əraziyə yürüyüş keçirdir, şəhərləri yandırır, məhv edir və əhalini qılıncdan keçirirdi. O misli görünməmiş ağır cəza tədbirləri həyata keçirirdi. Bunu etməkdən məqsədi həmin ərazilərin yaşayan əhalinin gözünü qorxutmaqla özündən asılı vəziyyətdə saxlamaq idi. Çünki Çingiz xanın əlavə qüvvəsi yox idi ki, işğal etdiyi ərazilərdə qoşun yerləşdirib geri dönsün. Ona görə də qoşun sayı az olduğu üçün Çingiz xan məcbur olurdu ki, həmin işğal etdiyi ərazilərdə əhalini böyük dağıntılara, fəlakətlərə üz qoysa, yəni məruz qoysun ki, əhali artıq bundan qorxub, çəkinib, Çingiz xan buranı tərk etdikdən sonra da belə asıllıqdan çıxmasınlar. Bu onun yürütdüyü bir siyasət idi.
İlk öncə Çingiz xan işğallara başlayarkən 1206-da Bizlik dövləti yaratdı. 1207-ci ildə ilk növbədə Sibir, Şərqi Türkistan ərazisini işğal etdi. Sibirin və Şərqi Türkistanın işğal edilməsi ilə ordu hissələrinin sayını artırmağa bacardı buradakı əhalinin hesabına. Daha sonra 1215-ci ildə Pekin şəhərinin işğal edilməsi ilə Şimali Çinin işğalını həyata keçirdi. Ardınca Xarəzmşahlar dövlətinə doğru irəlilədi. Xarəzmşahlar dövləti Mərkəzi Asiyada yerləşirdi və biz bilirik ki, Böyük Səlcuq dövlətinin parçalanması dövründə meydana gəlmiş ərazilərdən biri idi. Burada Xarəzmşah hökmdarı Məhəmməd Çingiz xana qarşı müdafiə tədbirləri görmək əvəzinə, ona qarşı mübarizə aparmaq əvəzinə gedib öz şəhərlərdəki qala divarlarını möhkəmləndirirdi. Amma Çingiz xan burada Xarəzmşahlar üzərinə gələrkən Çində öyrəndiyi və Çindən əldə etdiyi mancanaqlardan, lehimləmə, daha sonra lağım atan qurğulardan, silahlardan istifadə edərək Xarəzmşahları məğlub etdi. Xarəzmşah Məhəmməd öldürülür və bundan sonra onun mübarizəsini oğlu Xarəzmşah Cəlaləddin davam etdirir. Amma o da çox davam elətdirə bilmir, çünki Monqolların təzyiqinə məruz qalır. Xarəzmşah Cəlaləddini qaçarkən onu təqib edən Monqol ordularının sərkərdəsi Cəbə və Subutay adlı şəxs daha sonra başqa istiqamətdə irəliləyirlər. Ümumiyyətlə biz deyəcəyik ki, Böyük Monqol dövlətində Çingiz xan 1219-1221-ci illər dönəmində Mərkəzi Asiyanın işğalını başa çatdırır Xarəzmşahları məğlub etməklə. Daha sonra Cəbə və Subutay irəliləyirlər Cəlaləddinin arxasınca və onu təqib edərək ta gəlib çıxırlar Cənubi Qafqaz bölgəsinə. Onlar Cənubi Qafqaz bölgəsində 1220-22-ci illər dönəmində Azərbaycanda əsasən işğalçılıq yürüşləri həyata keçirərək, burada qarətçilik, talançılıq edərək 1222-ci ildən daha sonra Dərbənd keçidindən keçərək yuxarı Rusların ərazisinə doğru irəliləyirlər. 1223-cü ildə Kalka döyüşü baş verir. Kalka döyüşü Monqollarla Rus Qıpçaq birləşmiş qoşun arasında olmuşdu və Rus Qıpçaqlar məğlub olur. Monqollar qalib gələrək öz ölkələrinə geri dönürlər. Burada vəsiyyət sözünü qeyd eləmişəm. Belə ki, ümumiyyətlə vurğulayacağıq ki, Çingiz xan ölümündən sonra onun yaratdığı vəsiyyətə əsasən biraz öncə qeyd etdiyim kimi ərazi uluslara bölünməlidir. 4 ulusa bölünür, çünki 4 oğlu var idi. Vəsiyyətə əsasən ilk öncə dövlətin hökmdarı olan Böyük xan seçilməli idi. Böyük xan seçildikdən sonra bu ulusların hakimləri də həmin bu Böyük xana tabe olmalı idi və xan adlandırılmalı idi. Bundan sonra burada biz bir Batı xan, bir də Xublay xan haqqında məlumat əldə edirik. Batı xan adını burada qeyd etməmişəm, çünki növbəti videomuzda Batı xanın Qızıl Ordu dövlətini yaratması haqqında məlumat qeyd edəcəm. Hansı ki, Qızıl Ordu dövləti Böyük Monqol imperiyasının parçalandığı, zəiflədiyi bir dövrlərdə meydana gəlmişdi. Xublay xan haqqında belə bir məlumat qeyd olunur ki, onun dövründə paytaxt deməli Qaraqorum şəhərindən Pekin şəhərinə köçürüldü, yəni Çin ərazisinə köçürülmüş oldu. 1271-ci ildə Cənubi Çini işğal etməklə özünü imperator adlandırdı. Deməli, Şimali Çin Çingiz xan dövründə idi, Cənubi Çin işğalı isə Xublay xan dövründə baş verdi və burada bu Çini tamamilə işğal edərək Çində Monqol əsilli Yuan sülaləsinin əsası qoyuldu. Artıq 1271-ci ildən ta 1368-ci ilə qədər Çində Monqol əsilli Yuan sülaləsi hakimiyyətdə qaldı. Daha sonra biz hansı ki qəbul proqramına düşməyən, amma orta məktəb dərsində verilən bir məlumat qeyd olunur ki, 1368-ci ildə Çində Yuan sülaləsinə qarşı üsyan baş verir və bu üsyan zamanı bu sülalə hakimiyyətdən gedir. Çində Min sülaləsi hakimiyyətə gəlmiş olur və məlumat əldə edirik. Ümumiyyətlə, Böyük Monqol dövlətinin özünün zəifləmə, parçalanma dövrü 14-cü əsrin əvvəllərinə təsadüf edir ki, artıq 14-cü əsrin əvvəllər dönəmində Böyük Monqol imperiyası zəiflədi, digər bəzi dövlətlərə parçalandı. Elə məhz bu dövlətlərə parçalanma zamanında biz, yəni hələ bundan öncəki dövrdə Qızıl Ordu və digər ərazilərin adlarını söyləyə bilərik. Bugünkü dərsimiz haqqında bu qədər. Bu Böyük Monqol imperatorluğa bağlı məqamlar idi. Növbəti videomuzda sizlər üçün Qızıl Ordu haqqında məlumat verəcəm. Sağ olun, görüşənədək.